paytaxtın mərkəzi küçələrindən biri Salatın Əsgərova küçəsində yol çöküb, avtomobil çuxura düşüb. Təfərrüatlar hadisə yerində olan əməkdaşımız Lalə Allahverdiyevadan öyrənəcəyik. Lalə, efirdəsiz, buyurun sizi eşidirik. Hazırda vəziyyət necədir? Hansı tədbirlər görülür və xəsarət alan varmı? Buyurun, söz sizdədir, siz efirdəsiz. Hər vaxtınız xeyir, bəli, paytaxtın Salatın Əsgərova küçəsində yol çöküb və avtomobil çuxura düşüb, daha sonra ərazidən uzaqlaşdırılıb. Hadisə 28 may metro stansiyasının ikinci çıxışının qarşısında baş verib. İlkin ehtimallara görə yolun çökməsinə fasiləsiz yağan yağıntılar səbəb olub. Aidiyyatı qurumlara sorğu ünvanladıq hadisə ilə bağlı və hadisə ilə bağlı araşdırma aparılır. Hələlik bizim çatdıracaqlarımız bu qədər idi. Söz sizdədir. Təşəkkür edirik sizə çatdırdığınız ətraflı məlumatlara görə.